gün Masallı'nın Qəriblər kəndindəki stadion mübahisəsinə qısaca nəzər salırıq. Deməli, Qəriblər kəndinin sakinləri deyir ki, 10 illiklərdir istifadə etdikləri stadion qanunsuz satılıb. Amma bilirsiniz, bu sadəcə bir torpaq davası deyil. Bu əslində daha böyük bir məsələdir. Qanunun aliliyi uğrunda bir mübarizədir və iş o yerə çatıb ki, son ümidləri prezidentə qalıb. Birinci məsələ satışın özünün nə qədər şübhəli olmasıdır. Təsəvvür edin, söhbət 1940-cı ildən bəri kəndin istifadəsində olan bir ərazidən gedir. Hətta, baxın, 2007-ci ildə sabiq icra başçısının sərəncamı və 13 dövlət qurumunun təsdiqi ilə bu yer rəsmi olaraq idman meydançası kimi sənədləşdirilib. Amma bütün bunlara baxmayaraq, 2017-ci ildə o vaxtki bələdiyyə sədri götürüb ərazini bir neçə nəfərə satır, üstəlik orada evlər də tikilir. İkincisi və bəlkə də ən əsası məhkəmə qərarlarının icra olunmamasıdır. Kənd sakinləri məhkəmədə udublar. Yəni, məhkəmələr artıq təsdiqləyib ki, bəli, bu stadion kəndə məxsusdur. Yaxşı, bəs problem nədir? Problem odur ki, qərar var, amma onu icra edən yoxdur. Və nəhayət, son çarə olaraq prezidentə müraciət edilib. Kənd sakinləri 2017-ci ildən bəri demək olar ki, bütün dövlət qurumlarına üst tutublar, amma heç bir nəticə olmayıb. Ona görə də axırda sosial şəbəkələr vasitəsilə birbaşa Prezident İlham Əliyevə müraciət ediblər. Tələbləri də çox aydındır. Stadiondakı o qanunsuz tikililər sökülsün və məhkəmə qərarları icra olunsun. Bir sözlə, Qəriblər kəndi sakinləri hüquqi mübarizədə qalib gəlsələr də, qərarlar icra olunmadığı üçün öz ictimai məkanlarını geri qaytarmaqda son ümidi ölkə rəhbərliyinə bağlayıblar.